Salamlayıram sizlərə məşəssiniz Eydər Hüseynli. Azərbaycan Konferans Liqasındayıq. 4-1 final mərhələləri. Bakı və Xarı Bülbül komandaları qarşılaşır. Oyuncular da bir-birleriyle görüşdü. Biraz sonra maç start götürəcək. NF olaraq göylü formada meydanda mübarizə aparacaq Bakı komandası. Ağlı formada isə Xarı Bülbül komandası. Oyun hakimi kapitanları yanına çağırıb son tapşırıqlarını edir. Qapı yoxsa top? Top Bakıda, qapı sesimi isə Xarı Bülbül oldu. Son hazırlıq işləri də görüldü. Gözlər hakimdə start fiti gözlənir. Və oyun hakimində start fiti səsləndirilir. Uğurlar hər iki komandaya. Bol qollu aklet alətdir. Gözəl bir maç dileğiyle. Bax görək 4-1 final mərhələsinin ilk maçında Bakı və Xarı Bülbül komandalarının ilk maçında cavab oyununa qalib tərəf olacaqmı? Bu oyunda bu arada Xarı Bülbüldən təhlükəli hücum həmləsi. Hüseyn Malaflı zərbə mövqe axtarı indirdi zərbəni. Golkiper imkan vermədi. Cəmil topladı. Öz nahil oynuyor Ramil. Mərkəzdə Sadiq indirdi zərbəni qapıcı. Diqqətlidir qapısında. Korner. Sadiq topladı. Sərdar Sərdarovun zərbəsi istədiyi kimi alınmadı. Raul topladı. Sol zona ötürmə etdi Ramil. Qarşısında Hüseyn var. Boşluq axtarı ötürmə etmək üçün sağa sola baxdı. Yeniden Sadiq ilə oynadı. Bir ayaq saxlayır Sadiq. İsmail'la üz-üzə. Esən onu driblinglə dəf etməyə çalışır. Sərdar Sərdarov geriyə çəkildi. Raul Cəmil oynadı. Təzik amansız şəkildə Hüseynlə pauza elədi. Gözləyir komanda yoldaşlarını ötürmə etmək üçün, amma qeyri-dəqiq bir ötürmə olur. Raul'dan bir reyid gəlir. Yenə də texnikasını işə salar. Bəlkə də liqanın ən yaxşı texnikal oyuncularındandır. Gənc oyuncularından. Zənnimcə 2004-cü il təvəllüdüdür Raul. 2004-2005-ci il. Nə qədər boy, buxunu, öz yaşını göstərməsə belə. Həqiqətən reydləri də göz oxşayandır. Qaptan zərbə ilə qalkiper Emin top oyuna daxil etdi. Zami. Ötürmə İsmail'dan tək toxmuşdu. Müdafiənin arxasına planlaşdırmış ötürmə top Elnur'a çatdı. Qalkiper Elnur komanda yoldaşlarına boşluğa açılan oyuncu axtarırdı. Sadiqi düşünmüşdü, lakin top meydanda qalmır. Zərbə də indirildi və Elnur diqqətlidir qapda. Sərbəst zərbə. İşarə gəldi. Hüseyin Ruslan ötürməsi zərbə indirdi. Sərdarda blok var. Alt yerinə yetirilir. Aleyküm salam, hər biriniz xoş gəlib, səfa gətirmişsiniz. Hər birinizə də xoş izləmələr. Sizdən bir xahiş olunur ki, canlı yayında yayımı paylaşıb bəyənməyiniz arzu olunandır. İndidən hər birinizə təşəkkürlər. Sadiq topladı. Qapçısı ilə oynadı. Elnur'dan uzun ötürmə. Raul'dan tək toxmuşdu. Cəmil'in önünə doğru. Cəmil tirdi topu. Rami. Maka. Out. Cəmil, çıxsan. Cəmil. Çıxsan. Bırak Rami oldu. Raul'un topunu qəbul etməsinə Ruslan imkan vermədi və indi Raul qaydanı pozub Ruslana qarşı cərimə zərbəsi yerinə yetiriləcək Xarı Bülbül komandası tərəfindən. Bir daha yeni gələn izləyicilərin nəzərinə çatdıraq, Qaraçuxur Aura stadionunda keçirilən Azərbaycan Konferans Liqasındayıq. 4-1 final mərhələsidir.
Ağlı formada Xarı Bülbül komandası, göylü formada Bakı komandası meydanda mübarizə aparır. Baxaq görək. 4-1 final mərhələsində bu komandalar arasında cavab oyununa qalib tərəfi olacaqmı? Bir bəyəni var hələ. Hüseyin Manaflı öz komanda yoldaşına qayıtdı top. Qaptan zərbə. Aldı. Cəmil. Manaflı. Ramil var idi. Hüseyin zərbəni indirdi, amma qalkiper diqqətli yendə. Zamikdən çarpazla bir ötürmə gəlir. Yeniden Hüseyin topu qəbul etdi. Qüvvətli zərbədə Malik oyuncusudur. Yaxın küncə zərbə. Qapısı yerindədir. Bir anlıq top ateşinə tutdular Bakılıları. Çıxmaq lazımdır müdafiədən. Ramil özü zərbə indirir. Emin dəf etdi onun zərbəsini. Alt. Daha bir zərbə Sadiqdən top çərçivədən yan keçir. Maka sıyrıldı Sərdardan. Ara ötürməsi çox yaxşı düşüncə idi, lakin İsmail bu ötürməni qola çevirə bilmədi. Raul boşluq axtarışındadır ötürmə etmək üçün. Ramil oynadı. Mərkəz istiqamətində Sadiq bir qədər çətin mövqedə idi. Topu qəbul etmək üçün heç rahat vəziyyətdə deyildi. Sərdar müdafiəçilərin arxasından əslində yaxşı ram etmişdi topu, amma imkan vermədi Ruslan ona. İndi başçıların hücumu davam edir. Sadiq sol cinahə meylənir. Sadiq reydləri uğurlu olsa belə zərbəsi qeyri-təyi qalındı. Qarşıla. Cəmil qarşılasın. Manaflı türmə keçmədi. Raul topladı. Sadiq. Sadiq ve gol! Hesabatçılar Bakılılar tərəfindən iki texnikalı oyunculardan biri asist edir, biri isə gol gətirir komandasına. 1-0 Bakı maçın 7-ci dəqiqəsində, daha doğrusu 8-ci dəqiqəsində keçid alarkən hesab açmağa nail oldular. Sərdar. Sərdar uzaq küncə planlaşdırmış zərbə çox təhlükəli alınır. Hüseyin Manaflı türmə etmək üçün boş komanda yoldaşlarını axtarır. Sol sınatı Ruslan qəbul etdi. Keçdi bir yəqini Ruslan indirir zərbəni. Nur yenə də keçid vermir yaxın küncdə. İmkan vermir hələ ki qolsuz saxlayıb qapısını 8 dəqiqə ərzində Hüseyin Manaflı. Təzyiq amansız şəkillər ona qarşı məcburən qapısı ilə oynadı. İndi kapitanı ilə oynayır Arif. Yəni Ruslan o çətin vəziyyətdən çıxa biləcəkmi? Amma qaydanı pozur. Sərdara qarşı kobudluq. Bir daha izləyicilər nəzərinə çatdıraq ki, Azərbaycan Konferans Liqasında 4-1 final mərhələsinin ilk oyunudur. Yəni Bakı və Xarı Bülbül komandalarının arasında ilk oyundur. Hal-hazırda da oyunun 10-cu dəqiqəsində keçid alırıq. Göylü formada olan Bakı komandası 1-0 hesabı ilə öndədir Xarı Bülbüllə mübarizədə. Raul Bakı komandası bir gol aktivlərinə yazdırmışkən fürsətdən istifadə edib rəqiblərinə bir qədər psixoloji az da olsa sarsıltmalarına istifadə etməyə çalışırlar. Daha bir gol istəyindədirlər. Cavab oyununa istədikləri üstünlüklə ayrılmağa çalışırlar, amma Xarı Bülbül heç də rahatlıq verməyəcək onlara. Manaflı Qapçı Eminlə oynadı. Ötürmə riskli, amma uğurlu alanda cəhdi. Ruslan çıxdılar müdafiədən Xarı Bülbül komandası. İndi Makadan tək toxmuş ötürmə yaxşı düşündü Ruslan'a.
itirmədi topu. Manaflı topladı. Hüseyin Manaflı ilə Sərdar. Sərdarov üzrə. Ara ötürməsi çox gözəl alınır müdafiə arxasına doğru. Zamiqdən ötürmək imkanına çatmadı. İndi ekstra çıxmağa çalışır Bakı komandası. Sadiq başını qaldırdı. Baxdı sağa sola, sağ sınaqda. Raul oynadı. Çox çətindir ondan top almaq. Həm boy amili, ayaqlar uzun, texnika yüksək səviyyədə çox çətindir və indi Ramildən qalkiperin fikrini yayındıran bir zərbə ilə. Əslində uzaq 9-luğa hər zaman zərbə indir. Bu dəfə yaxın 6-lığa planlaşdırdı zərbəni, amma Emin ayıq sayıq idi qapısında. Sərdar indirdi zərbəni. Rikoşet var idi zərbədə, lakin hər iki cəhdə uğurludur Emin. Korner. Daha bir üçün zərbəsi yerinə yetiriləcək. Raul top elədi özündə saxlayıb, ötürməsə Sadiqə. Sadiqdən daha bir qüvvətli zərbə. Maçda yeganə qolun müəllifi indirdi zərbəni, amma dəf etdilər. Hüseyin Manaflı sol sınaqda sürətləməyə çalışır, keçmədə ötürməsi. İndi mübarizəyə davam edir 2 nəfərin atəsində. İtirdi, çıxa bilmədi 2 nəfərin atəsində. Əksüm əmləsə başqa komandasına. Raul sürətlənir. Blok qoyuldu. Digər oyuncu daha sürətli şəkildə irəliləyərkən bu arada daha bir zərbə. Sərdar Sərdarov qarşılanmaz bir zərbə indirdi. 2-0 fərq 2 top oldu. İlk zərbə bloklanır, ikinci zərbə telefonlar artıq. Sərdar Sərdarov atalar 3-dən deyir. Üçüncü zərbədə topu tora qovuşturdu. Axtardıqları növbəti qollardan birini tapdılar. Top meydanda qalıb. Maga. Cəmil. Davan ötürməsi Raulə. Ramil. Geriyə seçildi. Yendən Sərdar. Düzdür. Sərdarovdan belə qollar. Nəinki belə. Bundan qat-qat artıq gözəl qollar izləmişik liqada. Amma bu da göz oxşayan qollardan biri idi. Sadiq. Baxdı sol zınağa. Hüseyin Manaflı bağlamışdı. Önünü ötürməyi də bilmirdi. Bax, indi Manaflı Sadiqə qarşı qaydanı pozulub sürətli şəkildə çənmə zərbəsi yerinə yetirildi. Raul. Raul çox gözəl düşünmüşdü Ramili. Müdafiəni yaran bir ötürmə oldu. Həqiqətən də bir asma gəldi. Amma Sərdar çatdıra bilmədi özünü bu ötürməyə. Manaflıdan tavan ötürməsi. Zamiq. Sol sona ötürməkdir. Müdafiədən çıxmağı bacardı bu dəfədə Xarı bir komandası. Maqanın ötürməsi. Seyin Polzu ilə dindirdi zərbəni Sərdar. Boş qapıdan çıxardı topu. Əksüm əmləsində Bakı komandasına. Raul'dan sol sona ötürməsi. Sadiq bir qədər səliqəsiz Rahmetli topu ötürməsi. Cəmilə indirdi zərbəni. Top çərçivənin üzərindən keçdi. Anlıq maç sürətlənir. Maga yenə də sürətləməyə çalışır. Sərdarov sürüşmə fəndini işə saldı o epizodda. Yenə də top Magada. Ayaq saxladı. Zamiq oynadı yanda. Zərbə mövqeyi axtar. İndirdi zərbəni top. Çərçivənin üzərindən keçir. Raul topla. Gəzir elə ki topla. Sağa, sola, baxa-baxa. Sürməkdə Sadiqə. Sadiqdən zərbə yaxın üçüncə. Baxdan yan keçən. Manaflı. Türməsi Zamiq. Kapitanı ilə oynadı Zamiq. Yenidən divar pası uğurlu alındı. Lakin kesit vermədilər. Daha biri zərbə Sadiqdən. Baxdan yan keçən. Maga. Maga sıyrılır bir rəqibinə indirdi zərbəni, lakin Elnurdan toxmuş var, korner. Yeni gələn izləyicilərimizin nəzərinə çatdıraq. Qarabağ Avro stadionunda keçirilən Azərbaycan Konferans Liqasının 4-1 final mərhələsindəyik. İlk oyunda göylü formada olan Bakı komandası 2-0 hesabı ilə öndədir. Xarı Bülbül komandası ilə mübarizədə. Artıq dəyərli izləyicilər, maksimum dərəcədə canlı yayınla paylaşım və bəyənini artırsaz həqiqətən minnətlər olarıq.
Sərdar Pirədir. Sağı. Maka. Zərbə mövqeyi axtarır. İndirdi zərbəni. Toxmuş var. Sərdar onu qaraba-qara izləyir. İmkan vermədi rahat zərbə indirməsinə. Raul. Sadiq. İndi mərkəzdə topu itirdi. Top. Qarabülbülün kapitanına Makadan solsuna ötürmə. Hüseyin Manaflı. Hüseyin solsuna meyilləndi. Yenə də Sərdar blok qoyur baş komandasını yenidən əkişdirmə əmrəsi onlardan Sadiq. Cəqan ötürmə solsuna. Cəmil zərbə mövqeyi var. İndirdi zərbəni lakin imkan vermədi Emil. Out. Cəmildən geriyə doğru Turaldan tək toxunuş ötürmə. Sadiqə çatmadı. İndi Xarı Bülbül əksümə çıxa bilər bu epizodda. Süleyman Aflı 3-2 azlığa yaxalayıblar rəqiblərini. Özü indirdi zərbəni. Qaydan top Sərdar. Yenə də kritik müdaxilə edir. İmkan vermədi. Daha bir out. Out adamı edəcək hücumları Xarı Bülbülün. Zamiqdən zərbə. Yenə də Sərdar blok qoydu. Sürətli şəkildə cərimə zərbəsi yerinə yetirilmişdi amma hakim israrla fitini səsləndirir. Sərdar Sərdarov canlı yayımda bildirirlər Sərdar Ramosdur. Sərdar Sərdarov ümumiyyətcə universal oyunçudur. Biz onun qapıda həqiqətən də çox gözəl, göz oxşayan qalkiperliyini, qapçılığını görmüşük. Qapıda da mükəmməldir. Müdafiədə də bugün gördünüz. Mən ilk dəfədə müdafiədən onu seyr edirəm oyununa. Hücum xəttində zaten zərbələri, qollarını demirəm hələ. Ehtiyac olacaq oyunçudur. Canlı yayında soruşurlar ki, Rəsulun, daha doğrusu Cəmilin PlayStation-ı işləmirmi? Məncə, analoqları işə salmalıdır Cəmil. PlayStation-ı işlətməklə deyil, meydanda analoqlar işə salıb bir qədər driblinglər, ənənəvi driblinglərini işə salmalıdır. Ara sıra 4 bucağa əl atmalıdır. Taban ötürməsi çox gözəl anlı. Raul, daha bir ötürmə. Sərdar, qolkiper imkan vermədi. Əhsən Emin. Gəlişinə Sadiqdən işlək olmayan sol ayağı ilə zərbə indirdi. Top çəsvədən yan keçir. Ruslan. Sadiq. Uzun ötürməkdir. Maqa. Çox gözəl Ramil'dir. Aşırmaz zərbə. Elnur ayaq sayaqda qapda. Cəmil. Geriyə çəkildi. Turaldan sol uzağa. İndi Sadiqdən reyd yaxşı alındı. İndirdi uzaq altılığa. Qapdan yan keçir zərbə. Sadiq. Ruslan. Raul'un qarşısında belə reydlər etmək olmaz. Ortağı bağla. Bu driblinglərlə, bu buxunla məncə ona zənnimcə bildirmişdim liqanın Sergio Busquetsi. Baş gicəlləndirici hərəkətlər, reydlər, uzun ayaqlar rəqibə əməlli başda həm onların hücumunda mane olur, həm də özü irəliyəndə. İsmail. Tural var qarşısında İsmail'ın. Yaxan ötürmə əmrəsi yenə də Sərdardan ötürmə keçmir. İrəlidə atdı qoluna. Yazdırdı aktivinə. Keçdi müdafiəyə. İndi rəqibə imkan vermir. Göy formada meydanda çıxış edən Bakı komandası 2-0 üstünlüyü var. Maçın ilk hissəsində bu arada əksüm əmrəsi Xarı Bülbüldən yenə də 3-2 çoxluq təşkil edirlər. Öndə ötürmə cəlməydən əsasına qapçı 3-3 deyir. İndi daha bir əksüsün bu dəfə Bakı komandasından sağsına ötürmə gəldi. Raul zərbə mövqeyi axtar. Xeyr, bu ötürməkdir. Sadiq ayaq saxladı. Zərbəni indirir amma Emin yenə də aman vermir. Korner. Raul geriyə doğru Ramil. Ramildən zərbə gəldi. Qapısı yerində hücuma çıxa bilər. İndi Xarı Bülbül komandası Maqa müdafiədən çıxartdı topu. Bir reyddə gəlir onunla indi Sərdar o imkan vermədi ona.
Out. Out Xara Bülbülün. Necə bir oyun izləyirsiniz dəyərli izləyicilər? Necə bir ab-hava var? Komandalar, tərəflər, oyuncular, pasiv olan oyuncular, göz oxşayan oyuncular. Sizin fikirləriniz nədir? Bir daha yeni gələn izləyicilərin nəzərinə çatdıraq. Qaçqır Avro stadionunda keçirilən Azərbaycan Konferans Liqasının 4-1 final mərhələsindəyik. Xara Bülbül və başqa komandaları iş qarşı durması da bu arada Sərdar yaxşı ram etdi topu. İndirir zərbəli və gol! Sərdar Sərdarov! Dubl imza atdı, 3-0 etdi hesabı. Bakı 3, Xara Bülbül 0. Dalşifer Emin üçün hesabı olunan bir gol olmadı. Sən Məhmədli Sərmə Meydansasını ötürmə qarşılandı. Raul. Maqa oyunu biraz da gecikdirsə əla olacaq. Gecikdirsə deyə tam başa düşə bilmədik izləyicinin fikrini. Hətta Həzrət bəy bildirir ki, oyun başa-baş gedir. Sadəcə ağlarda müdafiə zəifdir. Şimdi davam edir. Deyəsən qayda pozuntusu yoxdur. Manaflının ötürməsi Sərdar. Yenə də keçid vermədi. Sərdar Sərdarov. Sərdar bəyəmmişsə Allah'ın olsun. Bax çox Sərdar neyini? Qapıya doğru üvətli sərbə Emin yerindədir. Allah'ın olsun. Böyle elə Sərdar giydi, Sərdar tərdi. Daha bir sərbəyə qapının üzərindən keçdi. İndi Zamik müdafiədə riskli ötürməkdir. Sərdar! Sərdar! Baş komandası heyətinin 14 nömrə Sadiq qaldı. Burada Maqa indirdi zərbəli və gol. Nəhayət ki, buraxılan qollardan birini əvəzə çıxılır. Xara Bülbül komandası tərəfindən Maqa. Maqa fərqi 2 topa indirdi. Sərdar. Bəli, baş komandasının 14 nömrəsinin adı Sadiqdir. Həsən Məhmədli Maqa ilə oynadı. Hüseyin Manaflı Ruslan boşluq axtarı ötürmək üçün deyə çox fazla bir ötürmə gəldi. Məhmədli Sən ayaq saxladı. Ötürməsi Sadiqdən keçmirində Bakı sürətli eşituma çıxa bilər. Raul yenə də uzun ayaqları işə salıb indirdi zərbəli. Emindən çox belə maraqlı bir qurtarış olur. Sərt zərbəyə çox incə bir reaksiya göstərdi və Raul əslində o cəhdi yaxşı alınmışdı. İndi Xara Bülbüldən təhlükəli eşitçi məmrəsi Hüseyin Manaflı poz elədi. Maqa yenə Manaflı və gol! 3-2 fərq bir top oldu. Yardılar müdafiəni. Qapıda Elnuru bir sağa bir sola yönləndirirlər amma nə qədər çalışdısa Elnur qapısını toxuma saxlaya bilmədi ikinci zəhdədə. Sərdar Ramildən sol sunaha Maqa Sadiq arkanda. Maqa
Və belə ilə hakim ilk hissəni yekunlaşdıran fiti səsləndirdi. Qısa fasilədən sonra ikinci hissədə görüşmək ümidi ilə hələlik. Bir daha vaxtınız xeyir olsun əziz futbol sevərlər. Artıq maçda ikinci hissə start götürür. İlk hissəni Bakı komandasından 3-2 hesabla üstünlüyü ilə yekunlaşdırdıq mübarizəni. Xarı Bülbül komandası ilə oyunun ilk hissəsində. Orada Raul ve gol! Raul Gonzalez ile bu. Gelişine bir başka zərbə. Top orada da 4-2. Atan neymişler? İkinci hissəyə qolla başladı Bakı. Paylaşımı yoldaşlar. Bu arada Ramil'dən də zərbə gəldi. Yenə də emin. Bu dəfə daha doğrusu. Dəf edir. Sadiqin zərbəsi bloklanır. Out. Hayır, siz birinci oynadığımız səsiniz. Serdar. Bunlar sağlar birinci. Benden ne istedi ya? Kimə gəldi? Serdar yenidən toplaydı. Alt uzalaşdırılır. Yox. Eynidir. Maka. Buton var. Buradan izləyin. Dən canlından bağlayayım, açarım sizə bildiriş gəlsin. Bu arada top orada Əhsən Məmmədli. Direği yaxınlığına edilən ötürməni tora qovuşturdu. 4-3. Sadiqdən zərbə, qapısı yerində. Sadiq. Qayda Koslov. Etirazlar, sərçəkilər bir qədər hakimə. Nə qayda konusu var idi axı orada deyə. Ötürməyə toxmuş edən olmalı. Əhsən Məmmədli. 2 nəfərin atəsinə sıyrılması uğursuz alındı. Sadiq sağ sınaqlar. Sərdardan tək toxmuş ötürmə keçmir. İti bucaqdan zərbə top qapının üzərindən keçdi. Bir daha yeni qatılan izləyicilərimizin nəzərinə çatdıraq. Qaraçuxur Aura stadionunda keçirilən Azərbaycan Konferans Liqasının 4-1 final mərhələsidir. Bakı və Xarı Bülbül komandalarının ilk oyunudur. Hal-hazırda göylü formada olan Bakı komandası 4-3 hesabı ilə öndədir. Xarı Bülbüllə mübarizədə Sadiq. Sağ ötürmə Raul. Ramildən zərbə və top tora qovuşdu. Tora qovuşdu. Var üstünde mesela sizsiniz. Gol qeydə alındı. 5-3. Sən sağ ötürməkdir. Uslanın ötürməsi Manaflı. Sərdar aman vermədi ona, amma top Xarı Bülbüldə qalıb elədə. Uslan geriyə doğru Sami. İndi Əhsən Məmmədlidən top itkisi var. Tural geriyə çəkildi. Elnur.
Üçüncüdən zərbə. Zəhmət olmasa. Dən maksimum. Turalın ötürməsi keçmir. Ruslan. Çatmadı Hüseyin Manaflı ötürmə. Hüseyin blok qoyurlar ötürməsinə Tural tərəfindən outla davam edəcək hücumlara. Cəmil. Raul yenə Cəmil düşünmüşdü. Kritik müdaxilə. Golkiper Emin'dən var. Zamik. Solcuna. Ekstrema çıxır indi Xarı Bülbül. Amma Serdar. Aman vermədi. Daha bir reyt gəldi Raul'dan. İkinci regimində keçir amma Ruslan. Bir qədər onu ləngidir. Makada. Maka zərpə mövqeyi axtardı. Artıq önünü bağladılar onu. Geriyə çəkilməyə məcbur olur. Zamik. Solcuna Məhmədli. Out. Qarma qarışıqlar yaşandı, amma top Bakı komandasında da. Sati. Sadiq, Sərdar. Yox, qapısı üçün bıraxdı topu. Yedəynlor. Bir qədər Bakılılar tempi aşağı salmağa çalışırlar. 500 hesabı ilə öndədirlər. Onlara templi oyun o qədər də istədikləri kimi olmaz. Artıq yorulublar. O 5 qola imza atmaq üçün necə deyərlər, can qoyublar. Asan deyil belə bir rəqibə qarşı 5 qol qapısından keçirtmək. Sadiq. Ciyakanın ötürməsi sağ saha. Sərdarla ötürməsi yaxşı anlı. Yenidən Sərdar bloklanır zərbə. Sərdar. Daha bir zərbə çox təhlükəli alındı. Çox təhlükəli alındı zərbəsi qapıdan yan keçir. Out. Uzun ötürmə, Sən Məhmədli çətin vəziyyətdə topu Rahmet Hətta outda qazandırır komandasına. Ötürmə çərmə meydan sahasına Ruslan imkan vermədilər onun top qəbul etməsinə. Zamiqin ötürməsi Manaflı. Çox çətin vəziyyətdə diləkdən qaydır. İki bucaqdan indirilmiş zərbə. Zamik. Tamamilə geriyə çəkilər Xarı Bülbül komandası uzun ötürmə. Sərdar o qarşılayır. Bakılılar əksuma çıxa bilər indi. Sərdar. Raul oynadı. Raulun zərbəsi toxmuş var Zamikdən. Korner. Hal-hazırda. Diləkdən qaydır top. Qapıdan zərbə. Maka. Zami yenidən Maka müdafiədən çıxdı Xarı Bülbül. Türmə Manaflıya. Sınahı dəyişməyə imkan vermədilər ona. Bağladılar sağını solunu. Maka. Ustan ötürməsi Sərdardan keçmir. Bugün Sərdar lazım gəldikdə qol silahlı lazım gələndə də müdafiədə Qaya da. Sən Məhmədli Cəmildən sıyrılmağa çalışır. Özü zərbə endirdə bloklanır. Out. Manaflı özünü çətinliklə də olsa çatdırdı. İmkan vermədi topu meydanına kənarlaşmasına. Maka bomboşdu burada. Ötürmə lazımdır. Sən yenidən sol saha. Maka indirdi zərbəni. Sərdar. Yeni imkan vermir Sərdar.
əlverişli nöqtədən cərimə zərbəsi yerinə yetirilir. Xarı Bülbül komandası tərəfindən 5-3 geridə olarkən hesab fərqini bir topa indirmək üçün, 5-4 etmək üçün əlverişlidir. Baxaq görə indi ev tapşırığını yoxsa birbaşa zərbə mi? İşarə gəldi. Hüseyin Manaflı topun gerisində. Ötürmə etdi. Maqa. Çox çətin vəziyyətdədir Maqa. Lakin hələ də topu özündə saxlayıb. Ötürmə cərimə meydançasına Ruslan. Belə fürsəti heç əldən qaçırdı. Alırlarmı? Heyif etdi. Teş toxunuş ötürmə yaxşı alındı. Sərdar və gol! Xitrik! Sərdar Sərdarov! Müdafiədə Qaya qismində olan Sərdar sanki o Qayayla rəqib qalanı dağıdır bugün, darmadağın edir. 6-3 oldu hesab. Saxladı Haşim oyunu. Maqa. Sağ saha. Manaflı. Ötürməsi keçmədi. Təbii ki, Xarı Bülbül komandası mübarizəyə son saniyələrə qədər davam edəcək. Çünki cavab qarşılaşmasında bu hesab onlar üçün çətin olar. Geri dönüş etməsi üçün hesab fərqini azaltmağa çalışacaqlar. Sati. Top Maqa'da. Maqa. Kesti Sərdarı yaxşı alınır. Hüseyin Manaflı. Manaflıdan zərbə elinur dəf edir. İndi Eksusun baş komandasına 2-2 gəliblər. Solsuna ötürmə. Oy. Bir anlıq. Xarı Bülbül komandasının oyuncuları necə çox aldı. İndi Xarı Bülbüldən Eksusun məmləsi uğursuzdur. Satik. Manaflını keçə bilmədi. Hüseyin özü zərbə indirdi lakin top səsvədən yan keçdi. Ramil Cəmildən solsuna Sadiq indirdi zərbəni. Qapıçıların ən zəif nöqtəsidir. Yerə toxub havalanan top. Yerə toxulan həmin o toplardan birini təhv etdi Emin. Sərdar müdafiənin arxasına doğru yaxşı ötürmə etmişdi Ramil. İndi Tural topladı. İndirdi zərbəni, bloklandı. Top başçılarda qalıb elədə. Ramil sol ayağı ilə zərbə. Çəsvədən aralı keçdi. Xarı Bülbül komandası var qüvvəsini qoymağa çalışacaqlar. Bəzən də ehtiyatlarını saxlamağa çalışacaqlar. Qaplarında qol görməməlidirlər. Cavab oyununa bir qədər onlar üçün əlverişli bir hesab olmalıdır. Maqa. Sol zona ötürmə. İsmail. Ay İsmail. Aşfa dönəm ay İsmail. Nə inirsən? Belə fürsətlər qaçmamalıdır. Hər epizoddan maksimum dərəcədə yaralamaq lazımdır. Saati ilk keçmədə ötürməsi Həsən Məhmədli. Tapan ötürməsi fikir yaxşı. Amma Sadiq uğurladı topu rəqibindən. Tural. Cəmil. Ramil topla. Ramildən zərbə geri deyil. Sərdar imkan vermədi Həsən Məhmədlinin topu qəbul etməsinə. Ramildə də top. Sadiq oynadı yanında. Sağ saha Tural. Cərimə meydansasını ötürmə, indi Eksusun çıxa bilər. Xarı Bülbül. 3-3 gəliblər, sağsına ötürmə, Manaflı. Cəmil var onun önündə. Arı ötürməsi indi. Maqa dirəkdən qayıtdı top. Ay qaqa. Qol lazımdır Maqa. Hüseyin Manaflı. Top aldılar ondan. İndi İsmail topu uğurladı rəqibindən. Satik. Yerdə qalan oyuncu var.
Yerdə qalan oyuncusu var. Maqa yerdə qalıb. Xarı Bülbül komandası ilə oyunda. Sərdar. Ötürmə keçmədi. Hüseyin. Bax, indi öz qeyrdəyi götürməsini telafi elədi. Ramildən zərbə Emin. Dəf etdi zərbəni. Ruslan. Cəmil. Satikdə. Satik. Uğurlu reydidə. Rol! 7-3 hesabı. Fərq 4 top olur. Qol axtarışında olarkən Xarı Bülbül qaplarında daha bir gol görürlər. Komandanın Sergio Busquetsi. Fərqi 4 topa qaldırdı. Ceyhanova ötürməsi Həsən Məmmədli qəbul etdi. Maqa. Maqa! Çox təhlükəli zərbə idi. Sadik. Ara ötürməsi fikri yaxşı, amma daha öncədən qarşıladılar. İndi Maqanın o bir toxunuşu bir qədər uğursuz idi. Seyfəni aranızda hələ də izləyəməyən izləyicilərimiz var. Ekranın yuxarısında qarşılaşdığım yazısının yanında izləyin bu konuda. Seyfəni izləsəz niyyətlər olarıq və canlı yayınlar aktiv olduqda, açıldıqda bildirişlər gəlir sizə. Xarı Bülbüldə hücum şansı. Korner kazandılar. Nə baş verir? Qaptan zərbəyə işarə edir Haşim. Götürmə zamanı Elnurdan səhv. Həsən Məmmədli. İsmail. Sərdar. Tek başına səddi Sərdar. Yenə də kritik müdaxilə edir. Boş qapıdan çıxartdı topu. Yenə də Sərdarla müdaxilə. Out. Sərdar bugün həqiqətən yenə də rəqibə meydanı etdi dar. Sərdar. Sadik. Emin'den uzun ötürme, auto yollanır top. Sərdar. Ötürmə zamanı Çobud səhv. İndi golkiper Elnur onun o səhvini sortalayır və blokladı zərbəni bu dəfədə Sərdar özü. Raul top qapıdan yan keçir. Sərdar. Raul. Top ikisi var ondan. Uslandan sol uzağa. Maqa. Sərdar isə yenə də rəqiblərinə nəfəs aldırmır. Əksizom. Raul'un ötürməsi Cəmildən gəlişinə zərbə. Qapıdan yan keçdi top. Paralel ötürmə bir qədər Maqanın gerisinə doğru oldu Hüseyin Manatlılar. Alt yerinə itirir Bakı. Arif. Yox, qeyrdəyi götürməkdir Arifdən. Ramil yaxşı etdi, indirdi zərbəni amma yaxın künc. Yenə də bağlıdır. Üçüncüdən zərbə. Sərdar qaçı var zərbə indirdi, imkan vermədi qapısı. Yerində demin. Tamamla zərbə indirmək istədir Raul bu epizodda, alınmadı.
Hüseyin. Ruslan. Sol sınıfda Arif. Qapısı ilə oynayır. Emin. Mərkəzə ötürmə. Arif. Tələsmək lazımdır əslində. Geridə paslaşırdılar. Xarbibi oyuncuları. Sanki psixoloji sarsıntı get-gedə artır. Xarbibi komandasında fərq artdıqca. Arif ötürməsi yaxşandı. Həsən 7-4. Fərq 3 top olur. Dubli imzatdı Həsən Məmmədli. Gol onlara bir qədər motivasiya ola bilər. Daha bir qola imzatsalar ardıcıl, temp artacaq mütləq şəkildə. Elmur keçmədə ötürmə. Maga 2 rəqibi var idi qarşısında. Baxaq görə vəziyyətdən çıxa biləcəkmi? Raul əgər o məsələyə əl qoydusa, ayaq qoydusa desə, bu arada daha bir hücum həmləsi. Hüseyin vurmaq lazımdır belə epizodlara. Qəlbidaş Ciyakan ötürməsi alsın. Satikdən zərbə geyirdəyik. Həsən Məmmədli Sərdarova qarşı Kobud oynayır. Sadiq topla. Sadiq. Zərbə qapdan yan keçdi. Uzun ötürmə olunur. Sərdar çaxdırdı özünü. Alt. Arif. Ötürməsi geridəyik. Sərdar. Uzun ötürmə keçdi. Rol! 8-4. Fərq yenə də 4 topa qalxır. Ötürmə Sərdar olsan. Mükəmməl. Rayla yaxşı ram edir. Fırlandı, indirdi zərbəsini və top orta. Və belə ilə oynar kimində final fikri səsləndi. 4-1 final mərhələsini, Xarı Bülbül və başqa komandaların mübarizəsini ilk oyunu 8-4 Bakılıların üstünlüyü ilə yekunlaşır. Biz də reportajımıza maraqlı maçdan sonra çatdırırıq. Oyun boyunca sizinlə mən idim şəhəsində Heydər Hüseynli. Cavab maçında görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.